Təbiət çox zaman bizə heyrətamiz sirlər təqdim edir. Onlardan biri də şeh çiçəyi adlı ətçil bitkidir. İlk baxışda o sadə və zərif bir çiçək kimi görünür. Lakin bu gözəlliyin arxasında bacarıqlı bir ovçu gizlənib. Onlar əsasən rütubətli, az azotlu torpaqlarda, bataqlıqlarda, torf sahələrində və tropik ərazilərdə bitir. Bu yerlərdə torpaq qida maddələri ilə kasaddır. Buna görə də şeh çiçəyi azotu həşəratlardan alır. Şeh çiçəyinin yarpaqları nazik, uzunsov və parlaq damlalarla örtülüb. Günəş işığında bu damlalar şeh kimi parladığı üçün bitki şeh çiçəyi adlanır. Amma bu damlalar əslində yapışqan və yapışdırıcı mayedir. Həşəratlar bu parıltını şirin şeh sanaraq bitkinin üzərinə qonur. Elə bu anda onların bədəni yarpağa yapışır. Sonra yarpaq yavaş-yavaş əyilərək ovunu tam bürüyür və bitki həzm fermentləri ifraz etməyə başlayır. Bir neçə gün sonra bitki həşəratı parçalayır və ondan qida maddələrini mənimsəyir. Bu bitki həm fotosintez edir, həm də ət yeyən həyat tərzi sürür. Yəni o normal bitkilər kimi günəş işığından enerji alır. Amma torpaqdan azot ala bilmədiyi üçün bu həşəratlardan istifadə edir. Şeh çiçəyi həşəratı tam həzm etmək üçün təxminən 2-3 gün vaxt sərf edir. Bitkinin yarpaqları hərəkət edə bilir. Şeh çiçəyi o qədər həssasdır ki, hətta bir damcı suya və ya toxunuşa belə reaksiya verir. Şeh çiçəyi təbiətin möcüzəsidir. Həm zərif, həm ağıllı, həm də həyatda qalmaq üçün unikal üsullara malikdir. O bizə göstərir ki, təbiətdə heç nə sadə deyil və hər canlı öz şəraitinə uyğun yaşamağı bacarır.